Bir daha salam, hər vaxtınız xeyir olsun. Mən Sadayeva Elnaz Baloğlan qızı. Öz həyatımı çəkirəm. Baxın, buradan səslənirəm Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevəyə. Buradan səslənirəm. Neftin də maşını gedir. Yəni neft qaz ölkəsində bir ailə bu vəziyyətdədir. Bu bir qarağa. Suyum yoxdur. Arabayla su gətirir yoldaşım. Yoldaşım kasıb adamam, arabayla pul qazanır. Zibil yığır, satır. Bunlar da zirzibildir aparıb satmağa. Bu da fakt olaraq bunlar dəmirdir. Mürdü dəmirləri yəni gətirmişik buraları cazabur çəkək. O da uçur. Baxın. Nə suyum var, nə qazım var. Mən bu il qaz petdə odun yandırmaqdan mənim uşağım zəhərlənib odunun tüstüsünə. Çünki Bakı küləkli şəhərdir və Bakıda külək vurur, odunun tüstüsün uqarın içəri vurur. Baxın, buradan zabor çəkmək istədim və mən buranı, bunlar uçub dağlar deyə bu stolbaları bastırdım ki, ora uçur, axır. Baxa bilərsiniz, yəni axır içəri. Bunları bastırdım. Qonşu şikayət elədi ki, bizim məhəllədən aşağı ki, bu stolbaları bastırıblar, gəlin. 3 nəfər polis gəldi. 40-cı bölmənin polisi gəlib məni 8 yaşlı körpə uşağı, 9 yaşlı körpə uşağımın gözünün qarşısında güclə döyərək burada məni tutub, mənə yəni güc tətbiq eləyərək, döyərək məni tutub polis maşınına basıb apardılar Şöyüdüyə. Buradan səslənirəm Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevəyə. Mehriban xanım, İlham bəy, bəs biz neynə yaşayaq? Bu da mənim villam. Bir otaqlı evdir, qarşısızlığı da belədir. Almışam, alandan heç günüm gün deyil. Yaxşı, polis varlığının, villanın sahibinə o necə deyim, məni gəlib döyüb basıb maşına aparırsa, bəs niyə görə mən 1 ildir, 2 ildir bu evi və köçmüşəm ildən çoxdur ki, hətta ev sahibi olmayan, tanınılmayan bir adam məni məhkəməyə verib Vüsalə, Baloğlanova Vüsalə. Heç bilinmir hardadır, kimdir, nəçidir. Və həmin xanım, baxın, bu da çənd almışam. Xanımı heç kim tanımır məhəllədə. Yəni, nə məhkəmədə tanınır, nə bir şey. Mənim paltarlarım, uşağımın paltarları yuva bilmirəm. Bu da boşdur, çənd almışam. Yəni, neft qazı ölkəsi, nefti qazı bol olan ölkə, təbii sərvətləri bol olan ölkə sakinləri beləmi yaşamalıdır? Prezident İlham Əliyev, mən sizdən pul istəmirəm, var istəmirəm, dövlət istəmirəm. Mən istəyirəm icazə versinlər, gəlib sökməsinlər. Mən oranı zabor tikim, mən gedim, məni işlə təmin eləyəsiniz. Mən gedim işləyim, yoldaşımı da işlə təmin eləyəsiniz. Gedək işləyək, evladımızı qoruyaq. Baxın, zabor olsaydı, daşla olsaydı, ora niyə çıxmır? Zabordur, ora niyə çıxmır? Zabordur. Bəs mən də istəyirəm ki, daşım var, baxın, özüm kələmirəm, külək eləyib. Mən də işləyib, evladımı qorumaq istəyirəm və mənim evladım acdır. Su tapmır, çimib, məktəbə getsin. Çünki o 3 qabı mənim yoldaşım zülümlə, şəhidlər bulağı adlanan yerdən, Sultəpədən gətirir, yuxarı Sultəpədə. Bu, necə deyim, belə deyim də, bu yolu çıxmalıdır. O yolda eniş aşağı yoldur deyə qalxmağı çətin olur. Yəni, buradan səslənirəm. Mənim zabor tikməyimə icazə versinlər. Çünki mən xəstə adamam. Mən müalicəyə gedə bilmirəm. Müayinə elətdirə bilmirəm. Hər şey puldur. Deyirlər ki, sığorta falan, valla sığorta zat boş şeydir. Getmişəm, məni pul oxudular. Mənim imkanım yoxdur.
imkan verin, heç olmasa buranı düzəldim. Məni işlə təmin edin, yoldaşımı işlə təmin edin ki, mənim övladımı məktəbə gedə bilmir. Heç olmasa su sayağacı 2000-dən çox suya pul sayağaca pul istəyirlər. Qaza 5000-dən 6000, 7000 arası pul istəyirlər. Yəni mənim də imkanım olsa bir otaqlı toyuq hinə baxın. Toyuq hinə oxşuyur. Baxın görün nə qədər alçaqdır. Bir otaqlı toyuq hinə oxşayan evi yox. Gedərdim 10 minə bunu almazdım. Gedərdim bir 50 minə, 60 minə normalını bir ev alardım. Və nə söz söhbət olardı, nə bir şey. Məni işlə təmin olunmasını xahiş eləyirəm. Mənim zaborumu çəkməyə köməkli istəmirəm, özüm eləyəcəm. Çəkib də sökülməsin. Bunu xahiş eləyirəm ki, mənim zaborum sökülməsin. Və suyla və qaz şotiki ilə, su şotiki ilə, işıq şotiki ilə təmin olunmağımı çox-çox xahiş eləyirəm. Baxın, Sədatam dur ağa. Baxın, körpə oğlum var. Məktəbə gedə bilmir. Oğlum, adını soyadını de. Sədayə. Aha, məktəbə niyə gedə bilmirsən oğlum? Niyə çimmirsən? Suyumuz yoxdur deyə. Ay sağ ol. Suyumuz yoxdur deyə. Baxın, bir uşaq təhsildən belə yayınır. Çünki su yoxdur deyə çimə bilmir. Və polis mən haqqımı su tələ biləyəndə, məni duyub aparanda mənə deyir ki, ərin bir vedrədə su gətirsin, su şeydə. İndi siz baxın, o padiyomu, o aşağıdan yuxarını mənim yoldaşım bu araba ilə nə qədər su gətirməlidir ki, 4-5 qab gətirir belə, o da mənim çay suyum olur. O da həftədə bir dəfə, 2 həftədən bir gətirir. Neynəməliyəm? Öldürünmü övladımı? Budurmu yaşamaq? Budurmu haqq ədalət? Hansı haqq ədalətdən danışırıq? Bir uşaq, 8 yaşındakı körpə uşaq, baxın 8 yaşındakı körpə uşaq təhsildən qalır. Halbuki Heydər Əliyev təhsilsiz bir uşaq belə qalmamalıdır şüarı vardı. Ancaq təəssüflər olsun ki, təhsilsizdir mənim uşağım. Mənim uşağımın medalları var. Mənim uşağım idmançı olub. Bəli, imkanım yoxdur aparıb gətirməyə. Çünki uzaqdır yol. Marşrutla gedir gəlir. İmkanım yoxdur. Hətta 9 yaşı var deyə məktəbə də pul istəyirlər. Yol pulu getib gəlməyə uşaqdan. Məktəbli uşaqdan. Və idmana da gedəndə pul istəyirlər. Və mən o imkanım olmadığına görə hətta medalları belə pulla satırlar. Uşaq alın tali ilə medal qazanır. Hər yarışın 100 manat, 150 manat, 50 manat, 200 manat qiyməti var. Mən imkansızlıqdan körpə uşağımı idmana belə qoymuram. Mənim uşağım çox gözəl, ağıllı, savadlı, tərbiyəli və necə deyim, idmandan çox gözəl medallar alıb, birinci yerin dəfələrlə sahib olub, ikinci yerin sahibi olub, Respublika çempionatında birinci yerin sahibi olub karate üzrə. Hani bu imkandır. Bu da mənim yaşadığımdır. Xahiş eləyirəm. Bu barədə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevə xahiş eləyirəm. Bu barədə bir tədbir görün. Mən gözdən çox xahiş eləyirəm. Bu barədə bir tədbir görünsün və mənə köməkli olunsun. Mən dövlətimdən və dövlətimin başçısından kömək istəyirəm. Mən kimlərdənsə kömək istəmirəm. Yəni kimsə məni pis başa düşməsin. Bu ayaq yolum da ayaq yolumla bura açıq idi. Oradan baxırdılar hətta uşaqlar falan. Oranı yəni bu cür nə? Amma zabor xətti bura qədərdir. Yəni görünən deyir dağa bələdçi olmaz. Mənə köməkli olunsun dövlətimdən və dövlət başçımdan. Xahiş eləyirəm, mənə köməkli eləyin evladımı, bir ana kimi övladımı saxlamağa,
onu böyüdüb boya başa çatdırmağa, gələcəyin əskəri kimi, gələcəkdə igid bir qəhrəman oğul kimi, əskər kimi qoruyub, böyüdüb saxlamağa köməkli eləyin. Bu qədər. Allah köməyiniz olsun. Allah razı olsun.